Salam əziz tələbələr. İmtahana çox qısa bir müddət qaldığı üçün videolarımızın sayını artırmışıq. Deməli, yenə qəşəng qəbula düşə biləcək səviyyədə 20 sual izahını görmüş olacaqsınız. Bəziləri qəbul sualı olduğu üçün izahı çox vacibdir sizə. Vaxt itirmədən izahlarımıza başlayırıq. Birinci sualımız şifrə sualıdır. Bilirdik ki, bu tip şifrələri necə yazırıq? Sütun. Sütun baxdıqda mən görürəm ki, birinci sütunda 2 dənə er var, qalan 3 dənə hərfin üçü də müxtəlifdir. Burada birinci sütuna baxdığım üçün gərək şifrə hissəsində də birinci sütuna baxam. Biraz qələmimizi kiçildim. Qələmimiz biraz çox böyükdür. Deməli, belə daha yaxşıdır. Birinci sütunda 2 dənə er hərfi var idi, digərləri müxtəlif idi. Burada isə birinci sütunda 2 dənə 5 var, qalanları müxtəlifdir. Deməli, sayılara əsasən mən deyirəm ki, erin şifrəsi 5-dir. Harada er hərfini görürsünüzsə, yerinə 5 yazırsınız. Daha sonra, ikinci sütuna baxanda mən burada görürəm ki, ikinci sütunda bir dənə Y hərfi var, qalan hamısı A-dır. Və bura baxanda görürəm ki, bir dənə 4 var, qalan hamısı 2-dir. Deməli, Y-nin şifrəsi oldu bizdə 4. A-ların şifrəsi oldu 2. Harada A-nı görürsə yerinə 2 yazırıq, harada Y görürsə yerinə 4 yazırıq. İndi 54 ilə başlayan şifrəmiz hansıdır? 54 36, 54 36. 52 ilə başlayan şifrəmiz hansıdır? 52 36. Deməli, biz hansını tapmalıyıq? Verilmiş sözün şifrəsini tapmalıyıq. K-nın şifrəsini nə tapdım mən? 6. Y-nin şifrəsini tapdıq 4. E-nin şifrəsini tapdıq 3. A-nın şifrəsini tapmışıq 2. E-nin şifrəsini tapmışıq 5. 64325 doğru cavabımız olur. O da D variantında verilib. Artıq digərlərini tapmağa ehtiyacımız yoxdur. İkinci sual. Dövrü operatorlarla bağlı bir sual tipidir. Baxın, burada bir operator olmalıdır. PDF-də daha doğrusu doğru düşmüyor. Bir qara dairə çəkirəm bura. Bu bir operatordur. İndi diqqətlə baxmış olsaq, birinci mötərizənin içini əldə edəcəm. Ürək işarəsi mənə verib birinci sətirdə. Deməli, solu sola bərabərləşdirirəm. A bərabər olur 6-ya, sağı da sağa. B bərabər 3-ə. Yerinə yazıram. A 6-dır, B də 3-dür. Mən indi qara ürək işarəsinin qiymətini tapmaq üçün gərək bu mötərizənin içini hesablayam. Onu hesablamaq üçün ikinci sətrə düşürəm. Yenə solu 6-dır, A bərabər 6-dır, B bərabər 3-ə. Yerinə yazıram. A-nın qiyməti 6-dır, B-nin qiyməti 3-dür. İndi mən baxın, bu U operatorunun qiymətini tapmaq üçün gərək qara dairəni hesablayam. Bunun üçün düşürəm yeni 3-cü sətrə, qara dairə olan yerə. A 6-dır, B də 3-dür. Yerinə yazıram. A 6-dır, B də 3-dür. Nə alınır? 6 plus 3 9, 2 oranında 18. Baxın, qara dairə olan hissənin qiyməti oldu 18. İndi mən bunu silirəm. Qiymətini nə tapdım? 6 qara dairə 3-ün qiymətini 18 tapdım. Yerinə yazıram 18. Burada plus 6 var. Plus 6. Bərabər olur 24-ə. İndi də mən görürəm ki, 6 U operatoru 3-ün qiyməti nə oldu? 24 oldu. Gətirib yuxarıda yerinə yazıram. 24, baxın bunu yerinə yazdım, çıxılsın 3. Bu bizə verir 21-i. Axır ki, mən rahatlıqla deyə bilirəm ki, 6 qara dairə 3-ün qiyməti nədir? 21-dir. Yəni bunu silib yerinə 21 yazıram. İndi hesablayacağım 2 U operatoru 3-ün qiymətini. Gəlin onu hesablayaq. Deməli, o operator burada da var, burada da. Hər dəfə operator axtaranda bərabərliyin sol tərəfində axtarın. Yəni, bura mənə lazım deyil hələ ki. Buna da bir qara dairə operatoru demişdik. Sol 2-dir. A bərabərdir 2-yə. Sağı 3-dür. B bərabərdir 3-ə. Yerinə yazıram. A 2-dir. B isə 3-dür. Sol 2-dirsə A 2-dir. Sağı 3-dürsə B 3-dür. Yerinə yazdım. İndi bərabərliyin sağında qiymətləri köçürəm yerinə. A 2, B də 3. Toplasam 5, 2-yə vursam 10. İndi baxın. A-nın qiyməti 2 idi burada. 10 nəyin qiyməti oldu? 2 qara dairə 3-ün qiyməti. Yəni bu mötərizənin qiyməti oldu 10. Yerinə yazıram. 10 plus buradakı 2. Bərabər də 12. Axır ki, mən 2 U operatoru 3-ün qiymətini nə tapdım? 12 tapdım. Yerinə yazıram. Baxın, silirəm, yerinə yazıram 12. İndi əlimdə nə qalıb? Əlimdə qalıb bir dənə operator. O da qara dairədir. Qara dairənin burada bərabərliyin solunda görürəm. Solu sola bərabərləşdirirəm. A bərabərdir 21-ə. B bərabərdir sağı sağa 12-yə. Yerinə yazıram. A 21-dir, B də 12-dir. 2 vurulsun. 21, 12, 33-ü verir bizə. Bunu da vursaq 66 alınmış olacaq. Deməli, sonuncu operatorda hesabladım. Qiymətimi nə aldım? 66. Deməli, bu sualın doğru cavabı olur C. Üçüncü sual. Bilirdik ki, burada kodlardan, koordinatlardan istifadə edirik. N-dən 3 xət çıxıb, K-dan 2 xət, P-dən 2, M-dən 3, L-dən 4, R-dən 2. Eyni qaydada sağ tərəfdə X hərfinin 2 xətdir. Buradan 4 xətdir, 2-dir, 3-dür, 3-dür, 2-dir. Dedi ki, kodları eyni olan fiqurlar eyni fiqurlardır. Mən diqqətlə baxanda görürəm ki, 2 dənə ikilik var, 3 dənə ikilik var, 2 dənə üçlük var, bir dənə dörtlüyüm var. Dörtlük təkdir.
Deməli sağ tərəfdə dördlü gətirib hara yazacağam? Kodu 4 olan yerə. Kodları eyni olan fiqurlar eyni fiqurlardır. Amma digərlərini fərqləndirə bilmərəm birbaşa. Nəyə görə? Bir dənə y-i fərqləndirə biləcəm. Elə mənə lazım olan. Nəyə görə? Çünki baxın, məsələn, elin r ilə bağlantısı var, elin m ilə bağlantısı var, elin k ilə bağlantısı var, elin p ilə bağlantısı var. Bir dənə elin n hərfindən bağlantısı yoxdur. Gəlib baxıram ki, elin bir dənə bağlantısı olmayan hansıdır? Buradakı y hərfidir. Deməli, y-nın yerinə nə yazacağım mən? N yazacağım. N oldu burada. Bunu tapdıq. Sonu n ilə bitməlidir. Cavab variantlarına baxanda 2 dənə variant qalır əlimizdə. Ya adı ya da ki 7. İndi növbəti mən tapmalıyım nəyi? X hərfinin hansı hərf olduğunu. X hərfinin yerinə hansı hərf olmalı olduğunu tapmalıyıq. İndi gəlin nə edək? Koordinatlardan istifadə edək. Koordinatlar nədir? Baxın, mən r-in koordinatını tapıram sizə. R-in getdiyi yollara baxıram. R-dən gəldi elə. R-in 4 xətti var. R-dən gəldi nə? 3 xətti var. Koordinatı oldu 4, 3. 3, 4 də yazsaq eyni şeydi. Heç bir əhəmiyyəti yox idi. P-nin koordinatı. P-dən gəlib M-ə, P-dən gəlib elə. Yenə 4 üstü koordinatı. K-nın koordinatı yenə gəlib N-ə, gəlib burada hara? Elə. 4 üstü. Yəni, diqqətlə burada baxmış olsaq, ilkin halda düşünürük ki, K-da P-də koordinatlar eynidir. Bunları bir-birinə fərqləndirə bilmirik. Amma baxın, mən burada görürəm ki, N-i tapmışam. N-in K ilə bağlantısı var, R ilə bağlantısı var. Amma R-in buradakı P ilə bağlantısı yoxdur. Deməli, N-in ikiliklərlə bununla bağlantısı var, bununla bağlantısı var. Bir dənə bu ikiliklə bağlantısı yoxdur. N-in bağlantısı olmayan ikilik hansıdır? P hərfidir. Deməli, mən bura nə yazacağım? P hərfi yazacağım. Çünki onun N-ilə bağlantısı yoxdur. Bunu da P olaraq tapıramsa cavabım P-nin Y variantı olmuş olur. Anı da artıq silə bilərəm. Dördüncü sual. Yenə çox istifadə olunan bir sual tipidir. Bilirdik ki, bizə nələr lazımdır? Baxın, birinci və ikinci şəkil əsas şəkillərdir. Birinci və ikinci şəkildə olub, üçüncü şəkildə olmayan xətlər lazımdır. Birinci və ikincinin hər hansı birində də ola bilər, hər ikisində də ola bilər. Amma üçüncü şəkildə olmayan xətlər lazımdır. Yəni, əski xətlər, üçüncü şəkildə olan xətlər bizə lazım deyil. Deməli, gəlib baxıram. Variantlar arasındakı fərqlərini işləyəcəyik. A və B variantlar arasındakı fərqə baxıram. Baxın, burada mərkəzdə bir şaqili xəttim yoxdur. Amma B-də var bütöv və D variantında yarımçıqdır. Bu variantlardan ən az ikisi yanlışdır. Baxın, söhbət bu xəttdən gedir, mərkəzdəki şaqili xəttdən. Və gəlib baxıram ki, həmin xətt mərkəzdə burada verilməyib. Verilməyibsə cavab variantında bütöv şəkildə verilməlidir. A-da ümumiyyətlə verilməyib, D-də də yarımçıq verilib. 2 variant getdi. B ilə C arasındakı fərq. Baxın, B-də burada xəttim yoxdur, C-də burada xəttim var. Baxın, söhbət bu xəttdən gedir. Yarısı da buradadır. Bunları birləşdirəndə bütöv bir xətt alınacaq. Və bu bütöv xətt burada ümumiyyətlə verilməyib. Verilməyibsə, sual işarəsinin yerinə bütöv şəkildə verilməlidir. B-də yarımçıqdır, B-ni silirəm. Qaldı C və Y variantları. İki variant arasında şimdi ixtiyari bir fərqə baxmış olsaq, nə görə bilərik? Baxın, bu xəttimiz məsələn. Yuxarıdakı, ortadakı nöqtədən diagonal vəziyyətdə aşağı bir xətt düşür. Amma Y-də bu xəttim düşməyib. Gəlin görək, düşməlidir ya yox. Söhbət hansından gedir? Baxın, söhbət bu diagonaldan gedir. Mərkəzdəki nöqtədən aşağı doğru diagonal xəttim düşür. Və gəlib baxıram ki, burada bu xəttim düşməyib. Tam mərkəzdən düşməliydi. Deməli, cavab variantı düşməlidir. Y-də düşməyib deyə bunu da silən kimi C variantı doğru cavab kimi qalmış olurdu. 5-ci sualımız şəkil ardıcılıqlardır. Ağ ulduz, qara ulduz. Ağ ulduz indi olmalıdır, qara ulduz. Mərkəzdə. A getdi, C getdi. Daha sonra baxıram məsələnin ağ ürək işarəsinə. Buradadır. 1 addım 2 addım atdı gəldi bura. Yenə 1 addım 2 addım atdı gəldi bura. Saat əqrəbinin əksinə 2 addım hərəkət edir. Yenə 1 addım 2 addım atıb gəlməlidir bura. Sol tərəfdə durmalıdır. Deməli, hamısında sol tərəfdəmiş, heç baxmağımıza dəymirmiş. Gəlin, belə olduqda görürük ki, fiqur sayı çoxdur. Variantlar arasındakı fərqlərlə işləyək. Məsələn, nəyə görürəm? Burada bu işarəm sol yuxarıdadır, digərlərində sol yuxarıda deyil. Baxın, buradaydı. 1 addım 2 addım hərəkət etdi gəldi bura. Yenə 1 2 addım hərəkət etdi. Baxın gəldi bura. Yenə 1 addım 2 addım hərəkət edib sol yuxarı gəlməlidir. Baxıram ki, D-də sol aşağıda, Y-də sol aşağıdadır, yanlışdır. Bir dənə B variantda sol yuxarıdaydı. Deməli doğru cavabımız oldu B. Belə hallarda variantlar arasındakı fərqə baxın ki, birbaşa rahat tapa biləsiniz doğru cavab variantını. Növbəti keçirik 6-cı suala. Mətnin məntiq təhlili biraz çaşdırıcı bir mətindir. 2-3 versiyası var, imtahanlarda 2-3 fərqli versiyası istifadə olunur adətən. Yazıb ki, gül sərgisinin birində 4 bağban A, S, R və N görüşüblər.
Deməli, bağbanları bunlardır. Adı, esti, erdi və indi. Onlar bir-birlərinə, onların hər biri bir ədəd gül, bir ədəd toxum gətirmişdi sərgiyə. Sərgidən sonra bağbanlar gətirdikləri gül və toxumları digər bağbanlara bağışladılar. Yəni, məsələn, A şəxsim nə edib? Götürüb gülünü verib tutaq ki, erə, toxumunu verib esə tutaq ki. Və ya, es toxumunu verib aya, er də gülünü verib aya. Hərəsi gülünü birinə verib, toxumunu başqa birinə verib. Nəticədə onların hər birini, həmkarlarından birinin gülü, digərinə toxumu düşdü. Yəni, öz gül və toxumları özlərində qalmır və ya eyni adamlardan həm gül, həm toxum almırlar. Birindən gül alırlar, başqa birindən toxum. Verilmiş cümlələri indi bir-bir qurmağa çalışacağım. Deyir ki, aya düşən toxum öz gülünü erə verən bağbanındır. Deməli, buradan gül yazacağım, buradan toxum yazacağım. İndi məsələn, aya kimin toxumu düşübsə A-nın altdan həmin şəxsin adını yazıram və ya aya kimin gül düşübsə həmin şəxsin A-nın altdan həmin şəxsin adını yazıram. İndi buradan qeyd edəcəm. Yazılıb ki, aya düşən toxum. Deməli, X bir şəxsi var. Onun toxumu düşüb kimə? Aya. Eyni zamanda öz gülünü erə verən bağbanındır. Deməli, həmin bağban eyni zamanda öz gülünü kimə verib? Erə verib. Baxın, toxumunu aya verib, gülünü erə. Bilmirəm kimdir. Amma buradan o məntiqi çıxardıram ki, A, baxın, er toxumunu aya verməyib. Çünki aya toxum verən başqa bir şəxsdir, er başqa bir şəxsdir. A-nın altdan toxum hissəsini er yazıb üstdən xətt çəkirəm. Və onu bilirəm ki, aya gül, erə gülü verən şəxs X şəxsidir. A deyil, başqa bir adamdır. Deməli, erin altdan gül hissəsindən A-nı yazıb üstdən xətt çəkirəm ki, burada A olmayacaq. Daha sonra yazıb ki, bu zaman erin toxumu o bağbana düşdü ki, deməli, kimsə erin toxumunu götürüb. Bilmirəm, Y şəxsidir. Buraya yazıram toxum. Bu zaman erin toxumu o bağbana düşdü ki, o həm də A-nın gülünü götürüb. Həmin şəxs həm də A-dan gül götürüb. Bilmirəm amma kimdir. Ən sonda yazıb ki, N-ə isə S-in gülü düşdü. N-ə S-in gülü düşübsə, buraya yazıram S. N-in altdan gül hissəsindən. İndi, artıq doldura biləcəm. Axı, mən A şəxsini gül olaraq kiməsə yazmalıyım, elə deyil. Bu sətirdə bir yerə A yazmalıyım. S olan yerə yaza bilmərəm. Üstdən xətt çəkdiyim yerə yaza bilmərəm. Baxın, bura yaza bilmərəm. Çünki öz gülünü özünə verə bilməz. Başqa birinə verilməlidir. Məcburən A-nı yazacağım hara? S-in altda. Mən artıq buradan görürəm ki, A şəxsi gülünü kimə verib? S-ə verib. Baxın, ən sonda yazmışdım ki, A gülünü kiməsə verib? Y şəxsinə. Deməli, bu Y deyil, S-dir. A gülünü S-ə verib. Eyni zamanda er də toxumunu kimə vermiş olacaq? Eyni zamanda er də toxumunu verəcəksə, deməli, erin də toxumu gəlib düşüb kimə? S-ə. Yazdıq bura. İndi birinci sətri doldura bilərik. Baxın, mən aynı S yazmışam. Erlə N-in nəyə qalıb? Gülü qalıb kiməsə verməli. Mən bura er yaza bilmərəm. Çünki öz gülünü özünə verə bilməz. Eri məcburən buraya yazacağım. N-i də məcburən buraya yazacağım. İndi, mən görürdüm ki, kimsə gülünü erə verib. Gülünü erə verən şəxs kimdir? N şəxsidir. Bu halda mən deyəcəm ki, gülünü erə verən şəxs N-dirsə, X deyil, bu N-dir. Bu zaman toxumunu aya verən kim olacaq? Avtomatik N olmuş olacaq. Toxum hissəsini A-nın altdan yazıram N-i. Baxın, N-lə N-i yazmışam. Qalıb A ilə S. Mən buraya S yaza bilmərəm. Çünki bir nəfər həm S-in gülünü, həm də toxumunu götürə bilməzdir. Məcburən S-i buraya yazıram, A-nı da yazıram bura. Məndən soruşur ki, kimin gülü və toxumu erə düşüb? Erə düşən gül N-indir, toxum S-indir. N-in gülü, S-in toxumu A variantı doğru cavab variantı olmuş olacaq. 7-ci sual fiqur ədəd ərəqələrlə bağlı bir sual tipidir. Bu tip suallarda hansı fiqurları bir qruplaşdırmaq, hansı ədədləri bir qruplaşdırmaq əsas məqsəddir. Məlum məsələ 3-dən 7-ni bir qruplaşdıram. Mən 3 dəfə 3-ü vursam 7-yə nə alınır? 21 alınır. Kiçik ədədlər görəndə onları vurmağa çalışın. Böyük ədədlər görəndə əsasən toplamağa çalışın. 7 vursam 6-ya 42. 21 ilə 42-nin cəmi neçə olur? 63 olur. Baxın, eyni zamanda 9-u 7-yə vursam nə alaram? 63 alaram. 4-ü vursam 9 36. 3-ü vursam 8 24. 24 36 cəmi 60-ı verdi. 10-u vursam 6-ya 60. İndi 12-ni vursam 4-ə 48. 5-i vursam 8-ə 40. 48 40 cəmi 88-i verir. Deməli, bura 11 olmalı ki, 8-i vurum 11-ə 88 alım. Cavabımız oldu Y. Növbəti fiqur ədəd ərəqələrlə bağlı bir sual tipidir yenə. 12-23. Baxaq görək 12-23-dən 34-ü necə ala bilərik? Bir az çətin idi həqiqətən. Baxın,
12 23-dən kiçikdir, 31 15-dən böyükdür. Böyük kiçik yerlər qarışıq veriləndə nədənsə nəsə çıxmırıq. Daha çox toplamağa çalışırıq. 12 ilə 31 23-ü toplasam, bu mənə verəcək neçə? 35-i. 35-dən 34-ə 1 çıxaraq gələ bilərəm, amma digərləri ödəməyəcək. Başqa necə gələ bilərəm? Rəqəmlərin kvadratları cəmi şəklində. 3-ün kvadratı plus 5-in kvadratı. 9 plus 25 bizə verir 34. Eyni qayda 31 ilə 15-i toplayıram. 31 plus 15 bizə verib 46-nı. 46-nın rəqəmləri cəmi 4-ün kvadratı plus 6-nın kvadratı. 16 plus 36 bizə verəcək neçəni? 52-ni. İndi eyni şeyi tətbiq edəcəyik harda? Sonuncu hissədə. 42 ilə 11-i toplayıram. Mənə verir 53-ü. 53-ün rəqəmlərinin kvadratları cəmi. 5-in kvadratı 25, 3-ün kvadratı 9. 25, 9 yenə 34-ü vermiş olur. Amma cavab baxırıq ki, burada yoxdur. Deməli, bu qayda qanunluq deyildi. Başqa bir qayda qanunluq axtaraq. Amma toplamasaq, ayrı-ayrıqda kvadratlara baxsaq, əslində daha rahat öyrəyəcək. Eyni şey gəlib çıxacaq. Baxın. Məsələn, burada 2 plus 6, 8, 8-in kvadratı 64. 3 plus 0, 3. Kvadratı 9, 64, 9, 73. Bu ödəyəcək. Toplayıb, rəqəmləri toplayıb kvadrata yüksəltməkdənsə ayrı-ayrı edəcək. 4 plus 2, 6. 1 plus 1, 2. 6-nın kvadratı 36, 2-nin kvadratı 4. 36 ilə də 4-ün kvadratı bizə neçəni verəcək? 40-ı vermiş olacaq, cavabımız olacaq D. Əslində oxşar bir qaydadır, sadəcə ayrı-ayrı topladıqda hamısını da ödəyəcəkdir. 9-cu sual, yenə şəkil ardıcıqlarla bağlı bir sual bitir. Baxın, qara fiqur buradadır. 2 addım sağa keçdi, gəldi bura. 2 addım aşağı düşdü, gəldi bura. İndi 2 addım sola keçib gələcək. Baxın bura, sol aşağıda olmalıdır. B-də orada deyil, sildim. Variantlar arasındakı fərqə baxaq. Məsələn, baxın, bu ikisində fərqlidir bu. Buradaydı. 1, 2, 2 addım hərəkət etdi, gəldi bura. Yenə 1, 2, 2 addım hərəkət edib bura gələcək. Yenə 1, 2, 2 addım edib, atıb yuxarı gəlməlidir. D variantda orada deyil, D-ni sildim. A ilə C arasındakı bir fərqə baxaq. Baxın, bu ulduz doğru yerdə deyil. Ulduz buradaydı. 1, 2, 2 addım atdı. Hətta 2 addım yox. Diagonal hərəkət etdi. Elə deyil. Baxın, diagonal gəldi bura. Yenidən diagonal hərəkət etdi, gəldi bura. Yenidən diagonal düşməlidir bura. Baxın, ulduz burada olmalıdır. Diagonal boyunca hərəkət edir ulduz. C-də doğru deyil. A ilə Y arasındakı fərqə baxın. Bu qara ulduz fərqlidir. Qara ulduzun hərəkətinə baxaq indi. Baxın, buradaydı. 1, 2, 3, 3 addım atıb bura gəlib ki, bunun altında qalıb görsənmir. Yenə 1, 2, 3, 3 addım atdı, gəldi bura. Yenə 1, 2, 3, 3 addım atsa sağ aşağı burada olmalıdır. Amma A variantında orada deyil, Y variantında orada deyil. Doğru cavabı Y olaraq götürmüş olduq və keçirik növbəti sualımıza. 10-cu sualımız qatlanmış kağızın açılması ilə bağlıdır. Deyir ki, hansılar verilmiş kağızın açılmış versiyası ola bilər? Deyir ki, verilmiş qatlar boyunca simmetri olmalıdır. 2 dənə əsas qatımız var. Avtomatik 2 yanlışdır. Bu qat boyunca baxdıqda, baxın bu qat boyunca baxıramsa mən. Buradakı kəsi ilə bu kəsi üstə düşə bilməz. Çünki bunun bu uzun xətt aşağı baxır, bununki yuxarı baxır. Üstə düşməyəcəkdir axı bunu bura qatladıqda. Deməli 2 yanlışdır. Məndən doğru olanları istəyir. Sonra 3 yanlışdır. Baxın, burada ürəyin yuxarı hissəsi güzgüyə baxır, burada arxa hissəsi güzgüyə baxır. 3 yanlışdır. Daha sonra digər variantlar hələ ki doğru görsənir, bir problem yoxdur. Bir də baxın, bu qat boyunca simmetriyə baxacağıq. Bu qat boyunca simmetriya var. Birdə bir problem yoxdur. Bu qat boyunca simmetriya var. 2-də bir problem yoxdur. Daha doğrusu davamında bir problem yoxdur. Növbəti baxırıq hansı hissəyə? 4 ilə 5-ə. Baxın, bu qat boyunca güzgü əksi var. Simmetrikdir, bir problem yoxdur. Eynən bu qat boyunca da güzgü əksi var. Baxın, tam simmetrikdir. Bir problem yoxdur. Təbii ki, biraz ortadan çəkirik buradan. Heç bir problem yoxdur. Deməli, 1, 4 doğrudur. Baxırıq 5-ə. Bu qat boyunca simmetriyamız var. Bu qat boyunca simmetriyamız var. Heç bir problem yoxdur. Deməli, doğru cavabımız olacaq 1, 4 və 5. 2-nin 3 doğru deyil. 11-ci sual. Sual şərəsinin əvəzində doğru variant tapmağa çalışacağıq. Baxın, 6 plus 2, 8. Rəqəm baxmalı olduğumu hardan bilirdim? Gah çox azalıb, gah azalıb, gah artıb, çox qarışıqdır. Bu halda əgər qarışıqdırsa, gah artıb, gah azalırsa, ya intervalla baxın. Burada hədd sayda az idi. İntervalla baxmaq da bir şey çıxmayacaqdır. Ya da ki, rəqəmləri ayrı-ayrı baxın. İndi 62-nin rəqəmlərini toplasam 8, 43 toplasam 7, 6, 5, 4. Rəqəmlər cəmi 3 olmalıdır, rəqəmlər cəmi 2 olmalıdır. O da yeganə hardadır? D variantındadır. 2 plus 1, 3, 1 plus 1, 2. Cavabımız olur D.
12-ci sualımız yenə fiqur ədəd ərəqələrlə bağlıdır. Baxın, dedi ki, bu tip suallarda nəticə hissəsini fərqləndirmək lazımdır. Amma bilirik ki, elə buradan nəticə hardadır? Mərkəzdədir. Mərkəzdə olan ədədlər, nisbətən böyük ədədlər adətən nəticə olur. Kənardakı ədədlərdən mən bunu necə ala bilərəm? Dedi ki, kiçik ədədlər gördükdə vurmağa, böyük ədədlər gördükdə toplamağa çalışacağıq. Təbii ki, bu ödəməyə də bilər. Amma ilkin yoxlayırıqsa, birinci bunu yoxlamaq lazımdır. 4-ü vursaq 3-ə 12, 12-ni vursaq 6-ya 72, 2-yə vursaq 144. Bu 4-ün nasili 144-dür. 144-dən kök alsaq 12. 3 + 3 9. 9 9 vuranda 81, 81'i 1'e vuranda 81. Bu 4'ün asili 81'dir. 81'den kök alsaq 9. 4 dəfə 2 8. 8 dəfə 4 32. 32'ni də vuracağıq 8'ə. Bu neçəni verəcək bizə? Dəqiq vuraq. 4 dəfə 2 8. 8 dəfə 4 32. 32'ni də vursaq 8'ə 16. 24 256 almış oldu. İndi 256'dan da kök alanda biz nə alacağıq? 16 almış olacağıq. Cavabımız olur hansı? Y variantı. Daha sonra 13-cü sualımız rənglərin toplanması ilə bağlı bir sual tipidir. Burada 3 dənə dairə var idi, diqqətli baxmalıydıq. Deməli, birinci sətrə baxanda ən kənar qara ağdır, ən kənar qaradır, burada da ən kənar qaradır. Deməli, ağ plus qara bizə nə verib? Qaranı verib. Sonra mərkəzdəki böyük qaradır, ağdır, qaradır burada da. Qara plus ağ bizə verib qaranı. Növbəti, baxın məsələn, bura ağdır, bura da ağdır. Ağ plus ağ verib qaranı. Ağ plus ağ bərabərdir qaraya. Və qara plus qara, baxın, bura qaradır, bura da qaradır. Qara plus qara verib ağa. Qara plus qara verib ağa. İndi tətbiq edirik sona. Baxın, kənarı qaradır, kənarı ağdır. Qara plus ağ bizə nəyi verirdi? Qaranı verirdi. Ən kənar xəttim necə olmalıdır? Qara olmalıdır. A yanlışdır, D yanlışdır. Sonra mərkəz bu hissəm ağdır, bu hissəm qaradır. Ağ plus qara da bizə qaranı verirdi. Mərkəz də qara olmalıdır. Seni sildim. Baxın, bura ağ idi. Sonra ən daxil. Mərkəz bura ağdı, bura da ağdı. Ağ plus ağ da bizə qaranı verirdi. Deməli, ən mərkəz də ağ qara olmalıydı. Yeni silən kimi B variantı doğru cavab kimi qalmış olurdu. 14-cü sual. Fərqli variant tapmalıyıq. Mazut, neft. Mazut neftdən alınır. Qab gildən alınır. Yağ süddən alınır. Kağız ağacdan alınır. Amma un çörəkdən alınmır. Çörək undan alınır. Ardıcıllıq pozulub. Burada cavabı Y-dir. Ümumiləşdirici sözü tapmalıyıq. Burada güləş yazılıb. Güləş. Daha sonra boks yazılıb. Boks. Burada cüdo yazılıb. Cüdo. Hər birindən növdür. İdman növüdür. Cavab olur B. İdman yazılıb burada. Burada insan yazılıb. Sonra geyim yazılıb D-də. Geyim. Silah yazılıb Y-də. Və karate yazılıb harda? C-də. İdman ümumiləşdirici anlayış deyə idmanı B variantına götürmüş olacaqdıq. Deməli, bu tip suallarda dedik ki, yerinə qiymət qoymaq daha rahatdır. İndi baxın, mütləq bilməlisiniz ki, ortadan başlamaq daha məqsədə uyğun olacaq. Mən burada görürəm ki, M L-dən də böyükdür, 6-dan da, 5-dən də. Bilmək lazımdır ki, bölünən, böləndən də, qismətdən də, qalıqdan da hamısından böyük olmalıdır. L isə qalıqdan minimal bir vahid böyük olmalıdır. Yəni 5 və 5-dən kiçik ola bilməz L-in qiyməti. Hər zaman qalıqdan böyük olmalıdır. L-in minimal qiyməti 6 olsa, M-in qiyməti nəyə bərabər olar? 6 dəfə 6 36. Üstə 5 gəlsək neçə almış oluruq? 36 üstə 5 41. M-in qiyməti olar 41 minimal olaraq. İndi M-in qiyməti 41-dirsə, K-nı tapmaq üçün nə edirəm? K-nın qiyməti baxın, bölən vurulsun qismət plus qalığa bərabərdir. Yəni K bərabərdir 4M plus 3-ə. M-in minimal qiymətini 41 tapdıq buradan. Plus 3. 41-i 4-ə vursaq neçə alınır? 4, 164. Üstə 3 gəlsə 167-dir. Deməli, K-nın minimal qiyməti bu şərtlər daxilində 167-dir. İndi 167-ni də böləcəyik neçəyə? 24-ə. Bu zaman alınan qalıq lazımdır bizə. Neçə dəfə düşər bu təxminən? Deməli, 8 dəfədən az 7 dəfə düşsə, 7 dəfə 28, 2 yadda, 7 dəfə 2, 14, 2 yadda 16. 7 dəfə yox, daha doğrusu 6 dəfə düşəcək artıq. 6 dəfə 4, 24, 2 yadda, 6 dəfə 2, 12, 2 yadda 14. İndi 3 burada qaldı, 2 burada qaldı. Nə qaldı? 23 qalmış oldu.
Deməli cavabımız da Y variantıdır. Növbəti 17-ci sual. Deyir ki, fındıq, badam, fıstıq və qoz ləpəsi qarışdırılaraq çərəz paketi hazırlanmışdır. Aşağıdakı cədvəldə çərəzlərin bəzilərinin miqdarları kiloqramla paketdəki faiz nisbəti verilmişdir. Cədvələ sizin fındıq paketi neçə faizdir? Mən buranı tapmalıyım. Baxın, 525 faizi 30'dur. 525 qramı 30 faizdir. 525 qram müvafiq olaraq 30 faizə uyğun gəlirsə, biz tapacağıq ki, bəs 350 qram neçə faizə uyğun gəlir? X faizi. Buradan hesablasaq, X bərabər olacaq nəyə? 30 vurulsun 350 bölünsün 525'ə. Buradan neçə ixtisar aparaq? 5 ixtisar apara bilərik, bəli apararıq. Hətta 25'ə də ixtisar apararıq. 25'ə ixtisar aparsaq yuxarıdakısı gedəcək. 25'ə ixtisar aparsaq burada nə qalır? 2 dəfə 21 qalmış olur. Bəs yuxarıda 350'də ixtisar aparsaq neçə olur? 1 dəfə 25 yüzdə 4 dəfə 14 olur. 21 ilə də buradakı, hətta bunlar 7 ixtisar gedəcək. Burada nə qalacaq? Burada qalacaq 157 ixtisar aparmaq olurmuş elə birbaşa. Xeyr, aparmaq olmaz. Hələ ki baxaq elə 21'i 7'yə bölsək 3 qalacaq burada, 2 qalacaq burada. Ən sonunda 3 ilə də 30 çıxsa 7 10 qalacaq burada. 10 vursun 2 bizə verəcək 20'ni. Deməli bu 20 faizdir. Hesabladıq aldıq 20 faiz. Bura 20'dir. İndi eyni qaydada gəlin hesablayaq 280'i. Görək o neçə faizdir. Baxın, 350 qram aldıq 20 faiz. 525 üzərindən də hesablaya biləriz. Bir problem yoxsa zədədləri biraz kiçik götürürəm ki, rahat hesablaya bilək. 280 x faizdir. Buradan yenə x bərabər olacaq nəyə? 280 vurulsun 20 bölünsün 350'yə. İxtisarlarımızı aparsaq, bunlar getdi. 35 7'yə gedəndə burada neçə qalacaq? 5 qalacaq. Yuxarıda neçə qalacaq? Burada qalacaq. Birbaşa 35'in özünə ixtisar gedəcək böyük ehtimal. 35'in özünə ixtisar getsə neçə qalır? 280 35'i getsə 8 dəfə, bəli. Burada qalır 8. 8 dəfə 2 də bizə verir 16'nı. Bu oldu artıq neçə faiz? 16 faiz. Bilməliyik ki, buradakı faizlərin hamısı bir yerdə 100 faiz olmalıdır. 20 16 36 30 da burada 66. Geri neçə faiz qalır? 34 faiz qalır. 100 olması üçün. Bura 34 faizdirsə, indi biz tapacağıq ki, məsələn, mən neçə tapdım? 280'ni 16 faiz tapdım, elə deyil. Və ya 350'ni 20 faiz tapdım. 350 bizdə 20 faizdirsə, 34 faizimiz də x'dir. Buradan x'i tapmağa çalışacağıq. Yəni x bura olur, amma bizdən heç x istəmir. Yəni x variantlara da baxsaq elə görərdik ki, bizdə nə istəyir? Neçə faiz istəyir? Faizimizdə nə tapdıq? 34 tapdıq, bitdi. Yəni qram istəmir bizdən. Yəni bir də bunu hesablamaq artıq ehtiyacımız yoxdur. 18-ci sual fəza fiqurlarla bağlıdır. Dedik ki, ilk növbədə əsas qaydamız hansı idi? Qarşı üzlər kubun yığılış formasında eyni anda görsənə bilməzlər. Baxın, 3 cüt qarşı üz olur həmişə. U ilə H bir cüt qarşı üzdür. Çünki aralarında bir üz var və onlar bir-birinə toxunmurlar. U ilə H qarşı üzdür. Aralarında bir tərəf var və bir-birinə toxunmurlar. I hərfi ilə N hərfi qarşı üzdür. Üçüncü cüt qarşı üzündə geridə qalanlardır. O və F'dir. Tərsinə şəkildə yazdıq burada. O hərfi və F hərfi. Qarşı üzlərdir. Bunlar kubun yığılış formasında eyni anda görsənə bilməzlər. Harda U ilə H-ı görsəm siləcəm. Heç bir yerdə yoxdur. I hərfindən N hərfini harda görsəm siləcəm. Heç bir yerdə yoxdur. O hərfindən də F hərfi heç bir yerdə yoxdur. Deməli, qarşı üzlərə əsasən nəsə eləyə bilmərik. Gəlirik bağlantılara baxmağa. Mən baxıram ki, artıq mənim birinci şəklim yanlışdır. Çünki U hərfinin bu açıq hissəsi N'in altına baxır. Mən N'ini buradan kəsib buraya yapışdıra bilirdim. Belə bir cəzəmiz var idi, amma olduğu kimi heç nə dəyişdirmədən. Bu zaman görürəm ki, U'nun yan tərəfi N'in yan tərəfinə baxır. U'nun açıq tərəfi hara baxır? O'ya tərəf baxır. Deməli, bir yanlışdır. İki tamamilə doğrudur. Nəyə görə? Baxın, F'in bu xətti U'nun altında baxır. F'in bu xətti U'nun altında baxır. Tamamilə doğrudur. U ilə I hərfi paraleldir. U ilə I hərfi paraleldir. Heç bir problem yoxdur. 2 doğrudur. Növbəti keçirik nəyə? 3-ə. H-ın açıq hissəsi F'in altında baxır. İndi mən bu F'i aşırıb gətirəm H-ın yanına. Aşırıb gətirəndə necə olur? Baxın, şaqili xəttim olur üfüqi. Bu üfüqi xəttlərimiz olur şaqili. Oldu bu vəziyyətdə. Bir dəfə aşırsaq bu üfüqi xəttimiz olur şaqili. Bu şaqili qısa xəttlərimiz olur üfüqi. Oldu bu vəziyyətdə. Hələ ki doğru görsənir.
Baxın, buradan mən baxıram. H-ın üstdə F olanda sağında I hərfi var, elə deyil. Bu vəziyyəti yaratmaq üçün yuxarıdan baxıram. H-ın üstə F olanda həqiqətən sağında I hərfi var, doğrudur. Yuxarıdan aşağı baxanda hər şey əksinə dəyişir. Yuxarıdan baxıramsa burası sağdır, burası soldur. Yuxarıdan aşağı baxıram, bax, tərsinə baxıram. 3 isə doğrudur. 2 və 3 doğru olanda cavabımız olur A variantı. Yaxşı, gəlin görək digər variantlar nəyə yanlışdır? 4 yanlışdır çünki I hərfi ilə U hərfi paralel idi xətlər. Amma burada I hərfi U hərfinin yanına perpendikulyardır. Bu getdi. Sonra baxın, I hərfi burada F'in arxasına doğru perpendikulyardır. Amma mən buradan baxıram ki F'e doğru perpendikulyar baxır. Amma önünə doğru perpendikulyar baxır. Burada amma baxıram ki arxasına baxır. Eyni zamanda F'in təpə nöqtələri H-ın altda baxırdı. Burada düz xəttə H-ın altda baxır. Tamamilə yanlışdır. Həqiqətən A variantı doğru olmuş olacaq. 19 sualımız yenə fəza figurudur. Baxın, yuxarıda olan figur düşdü önə. Yuxarıda olan figur hara düşəcək? Önə. Öndə diagonal olmalıdır. Baxın, bu vəziyyətdə düşəcək aşağı. Bu vəziyyətdə bir diagonal olmalıdır öndə. Gəlib variantlara baxıram. C-də istiqamət doğru deyil. C-də baxın, bu istiqamətdir, yanlışdır. Y-də başqa figurdur, yanlışdır. Daha sonra baxın indi sağ tərəfə. 2 dənə ağ dairəni birləşdirsən belə bir diagonal alınır. Gördünüz, diagonal zigzag var hərəkət etdi. Belə oldu, sonra belə oldu. Belə oldu. İndi necə olmalıdır? Belə olmalıdır. Yəni bu şəkildə olmalıdır ağ dairələr. Ağ dairələr A variantda o şəkildə deyil. Qaldı B ilə D. İndi baxın. Yuxarıdan önə doğru aşırdıram ki bu yuxarıdakı hissə önə düşür. Bu öndə idi. Aşırdanda keçdi altda. Ən altdadır indi, görsənməyən hissədə. Bir dəfə daşırsam, arxada görsənməyən hissədədir. Bir dəfə daşırsam, arxadan çıxır üstə. Üstə həmin figur olanda bir dənə hansıdır? B variantıdır. Deməli, doğru cavabımız oldu B. Burada sonuncu suala baxırıq. Yazıb ki, 16 nəfərlik bir qrupda Azərbaycanca danışa bilənlər İngilis dilini də bilir, amma fransızca bilmir. Azərbaycanca danışa bilənlərin hamısı İngilis dilində də bilir, amma fransızca bilmir. Həm fransızca, həm İngiliscə bilən 2 nəfər, ancaq fransızca bilən 5 nəfər var. Birinci İngilis və fransızca qururam, daha rahat qurulacaq. İngilis dilini bilənlər, bu da olsun fransız dilini bilənlər. Hər iki dili bilən neçə nəfər var? 2 nəfər var. Buraya yazıram 2. Həm fransızca, həm İngiliscə bilən 2 nəfərdir. Ancaq fransızca bilənlər düşür, baxın bu hissəyə. 5 nəfərdir. Və ancaq İngiliscə danışa bilən 4 nəfər var. Yəni ancaq bu hissədə 4 nəfərdir. Məndən soruşur ki, Azərbaycan dilini bilən neçə nəfərdir? Azərbaycan dilini bilən neçə nəfərdir, onu tapmalıyam. Baxın, 16 nəfərli bir qrupda Azərbaycanca danışa bilənlər İngilis dilini bilir. Amma fransızca bilmir. Deməli, 4, 2, 5 cəmi bizə verir 11'i. Çatışmayan neçə nəfər var? 5 nəfər var. Amma mən diqqətli olmalıyam. Burada Azərbaycan dilini bilənlərin sayını 5 götürə bilmərəm. Çünki burada mənə demir ki, 16 nəfərlik bir qrupda hamı həm Azərbaycanca, həm fransızca və ya həm dedikdə, yəni bu 3 dilin üçündən başqa heç bir dil bilmir. Bəlkə başqa dillər də bilən var. Əslində bu 5 nəfər tamamilə fərqli dil bilir. Azərbaycan dilini bilənlərin sayı neçə nəfərdir? Azərbaycan dilini baxın, fransızlarla eyni yerdə deyil. Çünki Azərbaycan dilini bilənlər fransız dilini bilmirlər. Baxın, yazılıb burada. İngilis dilini bilir, amma fransızca bilmir. Məndə baxın, bu hissəni görürsünüz. Həm bu 2, həm bu 5. Rəngi dəyişəcəm. Həm bu 2, həm də bu 5'in cəmi nədir? Fransızlardır. Azərbaycanlılar burada deyil. Azərbaycanlılar İngilis dilini bildiyi üçün Azərbaycanlılar düşəcək, baxın bu hissəyə ancaq. Bunu görürsünüz. Yazılıb ki, 16 nəfər bir qrupda Azərbaycanca danışa bilənlər İngilis dilində bilirlər. Yəni Azərbaycanda danışan hər kəs İngilis dilində bilirsə, bu halda nə olacaq? Burada olacaq Azərbaycanlıların sayına 4 nəfər. Azərbaycanlılar 4 nəfərdir. 5 nəfər isə ümumiyyətlə bu 3 dildən fərqli bir dil bilirlər. Mənə bu 5 nəfər lazım deyil. Azərbaycan dilini bilənlər lazımdır. Onlar da İngilis dilini bildikləri üçün İngilis dilini bilən cəmi neçə nəfər var? 6 nəfər var. 4 nəfər, baxın, bunu yenidən geri qaytarım. Deməli, baxın, İngilis dilini bilənlər 4 buradadır, 2 burada, 6 nəfərdirlər. Ancaq İngilis dili bilənlər bunlardır. Mən nəyə görə Azərbaycan dilini ancaq 4 nəfərlə eyniləşdirirəm? Çünki bu 2 nəfər eyni zamanda fransızı da bilir. Artıq Azərbaycanlılar burada olsa, Azərbaycanlılarla fransızlar da ortaq olacaqdı. Amma mən bilirdim ki, Azərbaycanlılarla fransızların ortağı yoxdur. Deməli, Azərbaycanlılar ancaq bu 4 nəfərlik olan hissədədir. Cavabımız olur D. Bununla da
sınavımızın izahının yekununa gəlmiş olduq. Növbəti izah videolarına görüşənə qədər hələlik.